Samux rayonu Azərbaycan Respublikasının qərb hissəsində Gəncə şəhərinə yaxın ərazidə yerləşir və Gəncə-Daşkəsən iqtisadi rayonuna daxildir. Rayonun sahəsi təxminən 1450 kvadrat kilometr, əhalisi isə 58 min nəfərə yaxındır. Samux qədim tarixə malik bölgələrdəndir. Bu ərazi vaxtilə Qafqaz Albaniyasının tərkibində olub. 18-ci əsrdə isə Gəncə xanlığının mühüm hissələrindən biri sayılıb. 1992-ci ildə yenidən rayon kimi formalaşıb. Rayonun ərazisi əsasən düzənlikdir və Kür-Araz ovalığının bir hissəsini təşkil edir. Ərazidən Kür çayı və digər çaylar keçir, bu isə suvarma və balıqçılıq üçün əlverişli şərait yaradır. Samuğun təbiəti zəngindir. Burada yerləşən Eldar Şam meşəliyi dünyada nadir relikt təbiət nümunəsidir. Eyni zamanda saqqız ağacı, ardıc kimi qiymətli bitkilər yayılıb. Rayonda müalicəvi bulaqlar da mövcuddur. Sərkar kəndində yerləşən Zəhrə bulağı və Nəbiağalı ərazisindəki Xırmansuyu bulağı yerli əhali tərəfindən uzun illərdir istifadə olunur. Bu suların müalicəvi xüsusiyyətləri ilə seçildiyi qeyd olunur. Samux həm də qədim kurqanları ilə tanınır. Nəbiağalı kurqanları kimi abidələr Tunç dövrünə aid edilir. Bu isə rayonun minilliklərə söykənən tarixindən xəbər verir. Bundan əlavə, yaşı 100 illərlə ölçülən, xalq arasında müqəddəs sayılan Düldül ağacı bu ərazidə yerləşir və bu gün də ziyarət olunur. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Üzümçülük, taxılçılıq, heyvandarlıq, eyni zamanda tərəvəzçilik və meyvəçilik geniş inkişaf edib. Münbit torpaqlar və iqlim bu sahələrin inkişafına geniş imkan yaradır. Samux təkcə bir rayon deyil, o minilliklərdən gələn tarix, zəngin təbiət, bulaqlar, çaylar və həyat deməkdir. Bu torpaq keçmişi ilə yadda qalan, bugünü ilə yaşayan, gələcəyi ilə ümid verən Azərbaycan bölgəsidir. Birinizi salamlayırıq, həmişə olduğu kimi bugün də gəlib çıxmışıq sizə. Nə var nə yoxu elə bax buradan Samuqdan deyəcəyik. Bəli, dəyərli dostlarımız, mən elə Səmən nənəni götürdüm, birbaşa Bakıdan gəldim gözəl bir diyara, Qərb bölgəsinə, Samux rayonuna. Yayılıb səsin sorağın, hər yerdən gəlir qonağın, gül çiçəkdir solun sağın, bəzənib Samux şəhəri. Yayılıb səsin sorağın, hər yerdən gəlir qonağın, gül çiçəkdir solun sağın, bəzənib Samux şəhəri. Nə gözəldir güllü yazın, səsi gəlsin telli sazın. Nə gözəldir güllü yazın, səsi gəlsin telli sazın. Sən mənim dal ulduzum, gözəldir Samux şəhərim. Göydə parlayan ulduzum, gözəldir Samux şəhərim. Vuran ürəyim, doğma diyarım, gözəl vətənim, Samux şəhərim. Vuran ürəyim, doğma diyarım, gözəl vətənim, Samux şəhərim. Samux şəhərindən mərkəzə nənə gəldik, gözəl bir diyara, Samuğa. Axır ki gəldik, çatdıq, deyirəm nənən qurban. Nə gözəl insanlar var burada. Respublikanın hər bir tərəfində gözəl insanlar var. Amma Samuğa gələndə əziz tamaşaçılar, bizi belə
Çox gözəl belə abu hava ilə qarşılayan dostlarımız oldu burada. Bizim burada icra hakimiyyətinin müavini Bəli. də bizdəndir. Bəli. Maşallah, maşallah. Samux rayonunun icra başçısı cənab Firdevs müəllimə minnətdarıq ki, komandasıyla bir yerdə bizi gözəl qarşıladılar. Allah canlarını sağ eləsin. Müəllimin adını bilmirəm, adın. Rövşən müəllimdir. Rövşən müəllimi bəli. buradan salamlayırıq. Allah canını sağ eləsin. Elə gözəl də qarşıladı. Ay səmənin elə salam əleykum, xoş gəlmisiniz deyirik. Əziz tamaşaçılar, bugün səninlə bir yerdə Samıqda sülfürlü yeyəcəyik yoxsa yeməyəcəyik? Nələr var, nələr. Bax. Bu hamısı sürprizdir. Ay. Samux macərasının gəlin elə hər kəs diqqətlə bizi izləsin ki, bu Samuxda nələr baş verəcək. Qonaqlarım kimlərdir? Vuran yüreğim, doğma diyarım, güzel vatanım, Samux şehrim. Vuran yüreğim, doğma diyarım, güzel vatanım, Samux şehrim. Güzel vatanım, Samux şehrim. Səmən nənənin ürəyi çay istədi, bizə Ay nənə, dayandı. yanıram, nənəm qurban, yanıram susundan. Deyirəm buranın suyu, bayaq bir stəkan su içdim. Adam suyunu dəyişəndə yaxşı su istəyirsən dana, davam istəyirsən bir şey istəyirsən. Samuqda sərkə suyu var da, sərkə suyuna çay da dadlı olur. Bəlkə elə ona görə dedim dana, dilim ağzım quruyub ay nənəm Samuqun qurban. suyu məşhur da sərkə suyu. Yəni Gəncədən gəlirlər burada, hətta su aparırlar. Bəli. Biz Sərkar kəndinə hətta bax. Ay, Sərkar kəndinə belə, gəlmiş elə isə o Sərkarın Sərkar suyundan da çay içək da. Çay var burada. Bəli, var. Bəli. Məşhur Sərkar suyundan məşhur Sərkarın suyunun çayı da var. Bəli, var. Çay da var. Maraqlı söhbət də var. Sənə demiş axı mən Sərkarda sənə Sərkar suyundan çay verəcəm. Nənəm, Sən ağzın qurban, tama gəlsin. Sən təsəvvür elə. Bu söyüd ağacı deyiləmi? Hə. Bəh, nə gözəldir, nə gözəldir. Kölgəsi də qəşəng olur ha. Gəl, Gəl. nənəm qurban, gəl gedək biz. Yəni gəl çay. Sərkar sakinləri gəlirlər boş vaxtlarını dostlarla əyləşib gözəl bir çaydan içirlər. Sərkar kəndinin gözəl ümmətli kişiləri, ağsaqqalları, ziyalıları hər birini xoş gördük. Ümumi salamlayırıq və xoş günlərdə görüşək. Bax, gözəllik budur da. Havasını udanlar hamısı böyüyür. Salam Bilmirəm. əleykum. Bəli. Sizdə nətər reaksiya? Salam əleykum. Necəsiniz? Əsas məsələ Bəli. odur. Böyüyürük, ürəyimiz də böyük olsun. Ağlımız da, düşüncəmiz də, sevgimiz də vətənə hər zaman böyük Nəyimiz olsun. böyük olur olsun, dövlətimizdən böyük olmasın. Bəli. Bizi saxlayan, bizə bu şəraiti yaradan bizim dövlətdir, Bəli. bizim hakimiyyətdir. Allah onu qorusun, içində də bizi. Xalqımızı qorusun, ordumuzu qorusun. İçində inşallah. də bizdə xalq. Əlbəttə. Əyləşmək olar da yəni. Nə olmuş? Bu Təhməz müəllim necəsiz? Ay maşallah, köhnə dostları görəm. Yəni tək Samuğun yox, Azərbaycanın elə ziyalıları, ağsaqqalları, vətənini sevən, xalqını sevən gözəl məmurları görürəm, ziyalıları görürəm. Ona görə xoş oldu bu dostlara. Əvvəlcə icazə ver, bütün sərkarlar adından sizi təbrik edeyim. Sizin bugün ad gününüzdür. Hə, müəllim, Sizə bəli. xoşbəxtlik arz edeyim, Olsun, can sağlığı arz minnətdaram, edeyim. minnətdaram. İkincisi bu xalqın adından sizə minnətdarım bildirirəm ki, bizi yad edirsiniz. Bizi gəlib keyfirlərə göstərmək üçün, xalqa göstərmək üçün çəkirsiniz. Biz bu sərkarlar həmişə dövlətimizə, xalqımıza, rəhbərimizə sadiq olmuşuq. Həmişə dövlətimizin rəhbər prezidenti dəstəkləmişik, bu gün də dəstəkləyirik. Bəli. Ona görə hamınıza can sağlığı arz edirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Amin. Bu gün onun hesabına belə bir azad gündə otururuq. Bu günləri o qazilərimizin Allah onlara şəfa versin. Gözəl əsgərlərimiz bu dəqiqə Kəlbəcərdə, Laçında, qarın altında bizi qoruyan o hərbiçilərimizi Allah saxlasın və prezidentimizin biz sülh proqramını dəstəkləyirik və alqışlayırıq, ona qoşuluruq, onu müdafiə edirik. Bəli. Sağ ol. Minnətdaram, çox sağ ol. Samux da bir şəhər kimi abadlaşır, gözəlləşir. Maşallah, kəndləri, yolları, asfalt olaraq, evlər, binalar, yəni çiçəkləşir də bu həm sakinlər tərəfindən, həm icra hakimiyyəti tərəfindən. Güc birtər, düzmü? Yəni bu gün hər bir vətəndaş dövlətini, xalqını sevir, Bəli. yaşadığı yerə diqqət ayırır, təmiz saxlayır, güc birtədir. İndi deyin gün nə var, nə yox. Ay maşallah, hamısı əyləşib, elə bir. Nədən danışırdınız, nədən gedir söhbət? Biz də söhbətə biz gəldik, biz qarışdıq. Deyin görək. Əmlimanlıqdır, bəli. Bu həmişə hər kəsin evində ruzi bərəkət bol olsun. Birlik olsun, mehribançılıq olsun, dostlarımız çox olsun. Valla bundan gözəl nə ola bilər ki, asılqadır. Səhv deyirəm müəllim. Tamamilə düzdür. İnsan var dövləti onun əldə etdiyi yaxşı sağlam dostlarıdır. Ailəsidir, qohumudur. Əliyev əvvəlcə dedi, çıxışında sizə giriş verdi. Ümumiyyətlə hər bir cəmiyyəti yaşadan xalqdır.
xalqı da xalq eləyən dövlətdir. Bizim Azərbaycan Konstitusiyasının birinci bəndində çox gözəl qeyd olunur ki, dövlətin mənbəyi xalqdır. Və bunu da həmişə bizim dövlətçiliyimizdə ümumda tutulub, əldə aparılır. Azərbaycan xalqı qədim xalqdır. Bu yaxından bir tarixi məlumata rast gəldim ki, Qobustanda daş rəsmlər var. O daş rəsmlərlə Misir piramidalardakı bəzi rəsmlər üst-üstə düşür. Hətta o alimlərin, istəyirsən Alman alimləri, Rus alimləri, ondan sonra Ərəb alimləri, onların üzərində işləyib belə bir qənaətə gəlirlər ki, oradakı rəsmləri çəkən insanlar, ora aparılan alətlər Azərbaycandan gedib. Çünki Ərəbistan qumsaqlıq yerdir, orada dəmirdir və yaxud qeyri metalların əldə edilməsi çətin olub. Ancaq Azərbaycan dağlıq zonası olub və dağ mədən filizlə bol olduğuna görə iş alətlərini də əldə eləmək, düzəltmək asan olub. Və ona görə də belə qənaətə gəlirlər ki, o sənətkarlar da, o rəssamlar da Azərbaycan torpağından gediblər. Bu ənənə indi də yaşayır. Biz bu ənənəyə xalqımız, dövlətimiz sadiqdir. Bizim Azərbaycan torpağı tarixlər yaradan ölkədir. Tarixlər yaradan ölkədir. Millətimiz öz vətənini, torpağını, dini adət-ənənəsini sevir. Qoruyub saxlayır. Dövlətçilik tariximizdə ilk dəfədir ki, zəbt olunmuş, ondan sonra əldən alınmış torpaqların qaytarılması möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında qəhrəman xalqımızın, şəhidlərimizin, qazilərimizin sayəsində, ümumiyyətlə xalqımızın sayəsində geri qaytarılıb və bu dünya ölkələrində bu saat bir zərb məsəl kimi istifadə olunur. 44 günlük müharibədəki strategiyamız, hərbi komandanlığın strategiyası, silahı işlətmə taktikası dünya hərb sistemində öyrənilir. Bu çox gözəl, sevindirici haldır və bunun da nəticəsidir ki, artıq torpaqlarımız tam qayıdıb, öz dövlətimiz, müstəqil dövlətimiz öz ərazisini bərpa eləyib və indi də qayıdış proqramına uyğun olaraq rayonlara qaçqınlarımız, ondan sonra köçkünlərimiz qaytarılır. Öz ünvanına qayıdırlar. Öz ünvanlarını qaytarılır və bunu da göründüyü kimi kütləvi informasiya vasitələri daim təbliğ eləyir, göstərir ki, bunu da hörmətli prezidentimiz qəbul olmuş proqrama uyğun olaraq onları qaytarılır. Hadi mənə elçilər göndərim ay qız ay qız, mən sənə öz sədaqətimi göstərim ay qız ay qız. Elçilerini yolla bize her deyim oğlan oğlan. Ben de senin hanımın olum sen beyim oğlan oğlan.
göstərim ay qız ay qız. Elçilerini yolla bize hedeyim oğlan oğlan. Ben de senin hanımın olum sen beyim oğlan oğlan. Hə də mənə elçilər göndərim ay qız ay qız. Elçileri yolla bize hedeyim oğlan oğlan. Hə də mənə elçilər göndərim ay qız ay qız. Ben de senin hanımın olum sen beyim oğlan oğlan. Bugün Mayra xanım dünəndən gözəl gecə gündüz rəfiqələri bacısından birləşib bizim üçün hazır edir. Ne gün bu qazanda nə qalır? Bax burada dolma. Ayda. Bax dolması. Gəl bunu əlim təmizdir amma bir dənə götür bilərəm. Dadından alım. Mənim olsun. Özün bişməni Söz düşmüşəm. Mən yarpaq dolmasını ikinci bir adam kəndə xoşlanır. Nə tuzludur, nə duzsuzdur. Tam ortada. Yaxşı, bir gün burada nə var? Orada duyğa var. Duyğa var, ay Allah. Duyğa var burada, duyğa. Qoxusu, göyün qoxuları var. Ay can aydan. Demək, veriş yapanım yoxsa duyğa var. Burada Abi doğru xiyar, göyərti. Amma mən bilmirəm, yəni öz məhsullarda, bağlıdır. Yoxsa almalıdır? O alma. Almalıdır, hə. O alma. Amma göyərtini Göyərti öz həyatımızda. insanın deyir, öz zəhmətindən yetişdiyi göyərtini yəni daha da olur. Neçə ev var, neçə nə var? Mənim iki qızım, bir oğlum. Oğlum hərbi xidmətdədir. Allah Universiteti qutarandan sonra. Hərbi onlar ordumuzda çalışan, xidmət göstərən əsgərləri qorusun, bəli. Və gözəl bizim xanımızın, anamızın övladının bir nəvəsi var, nəvəsi var. Gəlsin o nəvə, gəlsin. Yatın görək. Atası hər əskərlikdə, universiteti qutarandan sonra Ay giyildi. maşallah, ay maşallah. Bu da 3 aylıq balamızdır, balamız, Aliyə xanımımız, Aliyə xanımımız. İnşallah böyüsün. İnşallah. Baxsiya mərtəbə. İnşallah. Qədəm bassın, qədəm qoysun. Gələ onu işlandıraq. İnşallah. Elə olar Allah inşallah. sizləri var eləsin. Gör, hər uşaq qismət olmur, 3 yaşından dünya məşhur. Artıq bütün dünya tanıyır. O deyər 3 aylıqdır. 3 aylıq. İnşallah 3 yaşına gələk də 5 yaşına İnşallah. gələk. O qohum belə. Hamısı qohum. Bazı deyir burdadır. Yox, qohum. Qohum, Allah yaxşı. Bacı. Hardan gəlirlər? Qaragöldə, hamımız Qaragöldə. Bizi eşidirlər də yayın ki. Mən dəvət elədim ki, qonağımız gəlir, gəlin mənə Elə köyə. bir şey gedir. Ay Allah məni göstərmir. Yox, yox. Evdə kişi məni öldürər. Allah məni öldürər. Qoyun. Yox, öldürməz. Amma mənə çəkirlər, amma bir onları çəkirlər qaçırlar. Bir də indi ötəyik onları. Yox. Oğlum universitetdə oxuyanda, bu da o tələbə yoldaşıdır. Orada görün. Bu universitetdə bir yerdə oxuyublar. Sevgi orada Bakıdandır, yalan. Bakıdan. Maşallah. Bakıdan bu qəsəbəyə gəlin gəlir. Başının öz gözəlliyi var, amma sana öyle gedir. Sıxılmırsan burada? Yox, heç vaxt. Doğmalaşırsan. Gələndən heç vaxt. Bir də qaynan olduğunu kimisi var. Hayır. Qaynan yox, yoxsa ana deyirsən mənim? Anadır. İnşallah mən arzulayıram ki, qızınızın 3, 30, 50 yaşında öyrəsiniz. Dəyənə gəzəyirsə. Və dinən yox, inşallah 2 ilişkin olsun. Və bir valideyn olaraq övladınız sizin fərq edir. Necə ki, ana sizdən, oğlan fərq edir, siz də öz övladınızla fərq edirsiniz. Buradan bir salamlar göndərəcək başqa qohumlara. Göndərər Bakıya? Göndərin. Kimə göndərin? Qohumlarımıza, anama, atama, hər birinə salam göndərirəm. Ay bu da bir qohum. Mən də bütün qohumlarıma, qudalarıma, o cümlədə birinci növbədə qudalarıma ki, Aa. çox sağ olsunlar ki, belə qız tərbiyə Bəli. edir. Ağıllı, kəmalı, maşallah, maşallah. Pis gözdən, bəd nəzərdən uzaq olsun. Allah onları var eləsin. Bax qohumumu da birləşdirən bu bizim gözəl şirin şəkər balamızdır. Bax bu. Allah bütün balaları qorusun. İnşallah gəlmişik sənin bu 3 aylığına görə burada toy düğün eləməyə. Hazırsan? Dünən 3 ayıdır. Ay maşallah o münasibətlə burada gedirik. Və inşallah bu evdən həmişə çörpə səsi gəlsin. Çox sağ ol. Uşaqlar Çox olsun, sağ ol. dağılsın, nənəlik olsun. Onu arzu edirəm. Və təbii ki, hər zaman bütün evlərə xoşbəxtlik, gözəl bir həyat arzu edirəm. Çox sağ ol. Allah Bizim sizdən zəhmətə qalın. Gözəl bir veriliş bu həftənin zamanı yoxdur. MTV-də. Görürəm ki bahar gəlib dağlara, mən də gəlib səni dərərəm ay çiçək. Görürəm ki bahar gəlib dağlara, mən də gəlib səni dərərəm ay çiçək. Dönə bilsəm oradan ötən çağlara, dönə bilsəm oradan ötən çağlara, bir canlıq dincələrəm ay çiçək, bir canlıq dincələrəm ay çiçək. Səndən ötürü mən ölərəm ay qəşəng, səndən ötürü tez gələrəm ay çiçək, səndən ötürü mən ölərəm ay
ay çiçek. Səfilmisəm gediklərin qaşına, bu yerlərin torpağına, daşına. Səfilmisəm gediklərin qaşına, Gədəbəyin torpağına, daşına. Dolanaram ana yurdum başına, dolanaram ana yurdum başına. Həm də gəlib səni görərəm ay çiçək, həm də gəlib səni görərəm ay çiçək. Səndən ötürü mən ölərəm ay qəşəng, səndən ötürü tez gələrəm ay çiçək. Səndən ötürü mən ölərəm ay qəşəng, səndən ötürü tez gələrəm ay çiçək. Yolçusuyam sənə gələn yolların, bilirəm ki pozulmazdı ilqarın. Yolçusuyam sənə gələn yolların, bilirəm ki pozulmazdı ilqarın. İzin versə yastıq olar qolların, İzin versən yastıq olar qolların. Bax ordaca mən ölərəm ay çiçək, bax ordaca mən ölərəm ay çiçək. Səndən ötürü mən ölərəm ay qəşəng, səndən ötürü tez gələrəm ay çiçək. Səndən ötürü mən ölərəm ay qəşəng, səndən ötürü tez gələrəm ay çiçək. Səndən ötürü mən ölərəm ay qəşəng, səndən ötürü tez gələrəm ay çiçək. Səndən ötürü mən ölərəm ay qəşəng, səndən ötürü tez gələrəm ay çiçək. Səndən ötürü mən ölərəm ay qəşəng, səndən ötürü tez gələrəm ay çiçək. Səndən ötürü mən ölərəm ay qəşəng, səndən ötürü tez gələrəm ay çiçək. Sərkar suyun dadını hər kəs dadır. Bu məşhurdur. Hardan qaynaqlanır? Necə oldu ki, məhz elə burada Samuqda, Sərkarda bu su peyda olundu. Lap əvvəllərdən demək olar 1954-cü ildə burada Azərbaycan nefta deyirlər. O quyunun dərinliyi 1000 metrdən artıq qazıblar. Bir neçə Samux rayonunda quyular var belə öz bir istiqamətdə. Karayevdən başlayır Goranboya kimi belə bir istiqamət var. Onların hamısı qaynaqdır. Bu su çox keyfiyyətli su idi. Vaxt var idi ki, bizim analarımız, bacılarımız o sudan ancaq paltar yumaqla məşğul olurdu. Çox ağardırdı, ləzzət edirdi. Və yoldaş Yusufov onu qaydasına saldı, bulaq şəklinə saldı. İndi rayonlarımız, Respublikanın hamısı demək olar. Bu basar, Gəncə basar. Hətta başqa rayonlarda da eşidirəm son günlər bu su istifadə olunur. Bəli, bu sudan, bəli, bu təmizliyi ilə, saflığı ilə istifadə olunur. Bu günləri də bu sudan Sərkar elə belə götürsək, onsuz da məşhur idi qəhrəmanlarla, qabaqçılarla, amma indi də bu suyla Sərkarın adı, bəli, Respublikanın hər yerindən biri olur. Maşallah olsun. Ümumiyyətlə Samuğu mən günüzə gəldim, kəşf elədim. Günbəgün təzələnir, yenilənir və axşamda bir bambaşqa gözəlliyi var. İşıqlar, yollar, təmizlik, düzdür qardaş? Bir səni də bir tanıyaq, salamını eşidək. Bizi izləyənləri. Samux rayon Sərkar kəndinin icra nümayəndəsi Əliyev Rəşad. Şad oldum sizi də görməyimizə. Xoş gəlibsiniz bizim kəndimizə. Siz kimi gənc kadrlar hər zaman dövlətə lazımdır. Çox sağ olun. Çünki vətənpərvər hissi ilə hər zaman sizi görürük. Sevginiz danılmazdır, xidmətiniz danılmazdır. Amma bugün Sərkarın bir gözəl gənc nümayəndəsi, bir vətəndaşlığında, düzdürmü? Bəli, bəli. Samuqlu olaraq fəxr edirsən sən. Bəli, bəli, bəli. Samuqlu olaraq Azərbaycanımızla, həm də Samuğumuzla, həm də Sərkarımızla fəxr edirik. Çalışırıq, vuruşuruq. Ümumiyyətlə bir rayonu, bir ölkəni təmiz saxlamaq tək məmurların deyil, prezidentin işi deyil. Onun yanında xalq olmalıdır, vətəndaş olmalıdır, düzdürmü? Bəli, bəli. Xalqın köməyi ilə kəndimizi də təmiz saxlayırıq. Xalq həmişə dəstəkdir. Bu qədər. Təməz müəllim, illərdir siz bir çox vəsaitlərdə işləmisiniz. Yəni belə fəxrlə artıq o özünüz də fəxr edirsiniz. Mən nə yaxşı bu yerlərdə vəsaitlərdə işləmişəm və hər kəs sizdən razı qalıb. Deyin görüm, insan hansı bir təqaüdə çıxanda işləyən adam boş dayanmağı xoşlamır da, düzdürmü? Darıxırsan ki evdə. Bilirsən, gərək işlədiyin müddət el işləyəsən ki, el obanın yanında üzün ağ olur.
xalqın içinə çıxa bilərsən. Cəmiyyətdə özünün yerin ola, nüfuzun ola. Yəni iş müddətində özünü pensiya, biri var pul var, dövlət yığasan, biri də var hörmət qazanasan. İnsanlar üçün vəzifədə olanda mənə elə gəlir ki, xalqın etimadını qazanmaq lazımdır, hörmətini qazanmaq lazımdır. Cəmiyyətdən gizlənməmək lazımdır, xalqdan gizlənməmək lazımdır. Xalqın yanında olmaq lazımdır. Xeyrində də, şərində də qabaqda olmalısan. Vəzifədə olandan sonra, pensiyaya çıxandan sonra, bəli, məndən ötəri fəxridir ki, mən bu xalqıma 40 il qulluq eləmişəm. Dövlət, eləcə də bu kəndə mən 40 il rəhbər olmuşam. Bəli. Bir ilin ömrü deyərdik. Bəli. Gözün aydın ayana, gözün aydın ayata. Şükür olsun Allah'a, yetti zarzı murada. Gözün aydın ayata, gözün aydın ayana. Şükür olsun Allah'a, yetti zarzı murada. Gelir gelir senin, gülür gülüzün sen. Gelir gelir sen, gülür gülüzün senin. Gelinin gelin senin, 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 gülür gülüzün senin. Yüreğim sen canımsan, damarımda kanımsan. Sen benim baş tacımsan, bugün de kaynatasan. Yüreğim sen canımsan, damarımda kanımsan. Sen benim baş tacımsan, bugün de kaynanasan. Gelinin gelir senin, gülür gülüzün sen. Gelinin gelir sen, gülür gülüzün senin. Gelinin gelin senin, gülür gülüzün senin. Gelinin gelin senin, gülür gülüzün sen. 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 Gelinin gelin sen, gülür gülüzün senin. Növbəti görüş məkanımız Samuqda sahib seçilən gözəl məkanlardan biri olan Bizim Bağ. Bəli, Bizim Bağdır və bizim dostlar burada əyləşib. Ailəvi bir istirahət mərkəzidir. Doğrudan gəlməyə dəyər, çox gözəl bir qarşılanma oldu. Onu da demişik Samuqda. Bizi elə Samuqun icra başçısı, onun gözəl peşəkar komandası necə lazımsa bizim komandamızı qarşıladı və indi hal-hazırda növbəti görüşümüz bizi dəvət edən dostlar var ki, hal-hazırda biz gəlmişik Bizim Bağ ailəvi istirahət mərkəzinə. İndi burada gəlişimizin səbəbi var. Dostlar bizi gözləyir. Xoş görüşdük. Xoş görüşürüz. Deyirlər balıq yeməyə gələndə hara gəlirlərsə Ancaq Samukda bizim bağa. Bizim Bağa. Niyə məhz burada yəni? Çünki burada balıqlarımız çurum balıqlardır. Yeni, yepyeni, Yeni, isti-isti. isti-isti, belə diri-diri. 100%. Öyle deyir, brend balıqlar hardadır? Bizim bağda. Bizim bağda. İndi sən də baxıram dostlarım buraya tez-tez gəlsən. 100%. Amma bizsiz gəlsən. Niyə bilmirəm. İnşallah tez-tez gəlirik hamımız. Mən bizim bağ ailəvi islah mərkəzinin rəhbərliyinə, onun komandasına minnətdarım bilirəm ki, biz Samuğa gələn kimi bizimlə əlaqə gətirən ki, gəlin bizim məkanda qonaq olun. Nəğməli qonaqla bir yerdə. Mən də təbii ki dedim ki, niyə də olmasın. Bax, yalancı heyət maşallah var olsun bax. Niyə utansınız qardaş?
Gözəl bir məkanda işləyirsiniz, uğurlar sizə və təbii ki, xidmətiniz dağılmazdır. İnşallah biz tez-tez gələrik, sizə uğurlar. İndi biz gələk, daxil olaq içəri. Salam ana, necəsiniz? Xoş gəldiniz. Nə var? Adınız nədir? Həqiqət. Həqiqət. Həqiqət bir insansınız ki, bizə reallığı deyirsiniz. Burada ümumiyyətlə xörəklər necə olur? Dadlı olur? Əla. Həqiqəti deyirsiniz də yəni. Bəli. Bəli, həqiqət xanımın həqiqət olan etirafları. Minnətdaram və yorulmayasınız. Qardaş salam eləyim. Bilirəm siz bu komandaya baxırsınız, nəzarət edirsiniz. Adın? Seymur. Seymur. Bəli. Mən Samura gələr gəlməz dedilər ki, qardaş, hər yeri gəz, amma bir məkanı görməsə böyük bir qəbahətdir. Evet. Bizim bax. Bəli, bizim. Yeni yaranıb değil mi bu məkan? Bəli. Amma bugün hər kəsin dilində əzbərdir. Əzbərdir, bəli. Qısa müddətdə insanların müddətdə. sevgisini qazanmısınız. Düzdür. Nə ilə? Nə ilə fərqlənir bu Balıqla. məkan? Kürün balıqlarından. Məsələn, tək balıq olur, yoxsa burada kabablar da Yox, başqa qazan xörəklər də? yeməklər də olur, kabablar da olur, amma sırf balıqla. Ana düz deyir? Bəli. Başqa nə var? İndi personalın qulluğu yüksək səviyyədə olmalıdır. Əlbəttə. Qiymətlər münasib. Düzdür? Bəli. İndi bizə qardaş da görün bizə hansı balıqlar təqdim olunacaq? Bilirsən ya da yox? Balıqlarımız hamısı ordadır. Seymur, Küçüklərdə seçmirsən? İnşallah. Belə xanıdır. Turşular, maşallah, gölgərti. İndi Seymur bəy bizə hansı balığı məsləhət görüb bilmirəm hələ qonaqlara. Bizim həm gözəl balıqçımız, həm kababçımız bizim bağın əməkdaşıdır. Xoş gördük. Sağ olun. Hər şey yaxşıdırmı? Hər şey yaxşı. İndi bizim üçün balıq hazırlamışsınız. Daha yaxşı hansı dadlıdır qonaqlar üçün? Gözəl belamurumuz var. Yelanmır. Aha. Gözəl indi yeyərsiniz özünüz görərsiniz. Dadından bir doyma olmur. Görəcəksiniz. Seymur bəy hansı balıq seçdiniz? Belamur. Amma sazan da dedi. Burada sazan da var, sudak da var. Təmiz kürün balıqları. Tərtəmiz, istisli, istisli. Kürdən tuturlar, gətirirlər, Bəli, bəli, qonağa bəli, təqdim bəli. edirlər. İndi sən gəl bu balığı yemə, ha Xaliq? Elə şey olar, gəl bax. Kür balığı, qəşəng, superdir. Bu da Seymur komandasına əziz çəkib, o burada kişi. Sağ olsun. Yəni işinizə uğurlar, ruzu bərəkətli olsun. Bəli, bol müştəri arzu edirəm. İndi neyinə deyir, təbii ki, hədiyyə edirlərsə, niyə də yeməyə dadına, ha görüşəm. Bənizə. Demək ki, Yemək yemək lazımdır, yemək lazımdır. Neysə, indi gəlsin süfrəyə, bizim məkanı gəzək, başında var olsun. Burada yəni artıq burada nişan da olacaq, eləmi? Nişan, ad günləri, Ad özəl günləri, günləri, toylar, nə bilim, kiçik kampaniyalar, hər şey olur. nə istəsəniz. Bəli. Yetər ki, gəlin bu məkanı seçin. Əlbəttə. Bəli, gəlin, gözəl bu məkanda istirahət edin. Həm də balığını dadından datsınlar. Dadından 100% dadmaq lazımdır. Elə nə baxırsan bu məkan bu qardaş gəlir. Demək ki, bu məkana gəlmək lazımdır. Havası da tərtəmizdir və burada ümumi rəngarəng oturacaqlar var ki, gəlirsiniz burada. Hələ təmir gedir, eləmi Seymur? Hə, hələ birazdan üzü yaya doğru daha maraqlı bir xidmətlər olacaq. Düz. İnşallah işlərimiz gedir. Genişlənir bura. Bəli, qısa bir müddətdə yekunlaşacaqdır. İnşallah. Niyə də olmasın? Bol müştəri arzu edirəm və ağacların gözəlliyi, işıqlanma və musiqilər də olacaq. canlı musiqi. Hətta, bəli. Niyə də olmasın? Sənin kimi sənətkarlar burdadır. Niyə də olmasın? İnşallah burada irəliləyən dəqiqələrdə, saatlarda, günlərdə burada canlı musiqi də olacaq bizim bağda. Balığının dadından dadırsan, canlı musiqi. Musiqiyə də qulaq asırsan. Niyə də burada zövqlü bir istirahət etməyəsən? Bəli, düzdür. İndi biz də gedək istirahət edək. Gözəl bir çay süfrəsi hazırlayırlar. Dalınca da balıqlar bizə təqdim olacaq. O balıqların dadından bir yerə dadaq. Ondan sonra biz qiymət deyərik. Rüşəm, qardaş biz çöldəyik. Qonaqlar üçün biz balıq hazırlayırıq, amma bizdən qabaq gəlməliyik. Qonaqlar maşallah hamısı xoş gəliblər. Bax gözəl Gəncəmizin gözəl müğənniləri, gözəl aparıcıları, hər biriniz xoş gəlmisiniz, səfa gətirmisiniz. Həmişə belə bizim bağa belə qonaqlığa gələsiniz, yeyib içməyə gələsiniz. Əflatun müəllimə də dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Bu gözəl xidmət üçün, məkan üçün. Amma Seymur bəy özü şəxsən qonaqlara deyəcək ki, bizim balıqların dadı bambaşqadır. Bizim məkan niyə bizim bağ deyilir? Çünki bura gələn məkana hamıya bizim bağıdır. Bizim məkandır. Ona görə indi Seymur bəy də qonaqlara bir salamlasın hər kəsi. Xoş gəlmisiniz. Səfalar gətirmisiniz. Bu yuvanlar üçün nə hazırlamışıq? Belamur. Belamur. Tam fərqli. Dadından doyma olmur. Belamur. O hər qonağa təqdim olunmur ha. Amma Samuğa gələsən, bizim bağa girib o Belamur balığının dadına dadmazsan, bu ən böyük qəbahət. Düzdür? Yəni bu məkanın rəhbərliyi, komandası, elə Seymur bəy olmaqla, atası, gözəl qonaqpərvərlik üçün minnətdaram. Qonaqlar adına səndən təşəkkür edirəm ki, bizi gözəl qarşıladınız. Balığın elə bir şey gəl görək. Dadlı balıqları bizim üçün seçdilər ki, bu qonaqlar yesinlər. Bizdən ağız oldu yesinlər, danışsınlar. Belamur balığı, kürün sazanı, sudakı, karpı, taxtası. Nəsə burada var da bu balıq. Hamısı məkanda. Amma bugün təqdim olunacaq. İndi sən də əyləş, mən də əyləşim. Seymur bəy komandası ilə peşəkar personalı var ki, bizə bugün qulluq edəcək.
Hə, Mehriban Aslan, biz nəyə gözləyirik? Bax, hamı da geçin maşallah əyləşib masada. Balıq. Gələn gözəl, bir-birindən ləziz, bir-birindən dadlı təamları Nə balığı bilsənmi? Belamur. Hə, Röşəmə deyirsən onda yəqin balığı. Belamur, maraqlandım. Hə, mən o elə şeylərə titizəm, bilməliyəm axı nə yeyirəm. Ona görə maraqlandım. Dünə yediğimiz balıqdan deyil ha. Yox, Gün deyil. başqa bir balıqdır. İnşallah dadaq, görək necə dadır. İnşallah ki, gözlədiyimiz kimi olar. Təbii ki, ondan da daha maraqlı. Amma mən bu anda mən yenidən Rövşən müəllimə, Nizat bəyə minnətdarıq ki, bu gün Bəli. bizi tək qoymadı. Təbii ki. Həm bir Samığın bir vətəndaşı olaraq, ziyalıları olaraq, həm də bir qonaqpərvərlik məhz bu insanlarda hiss olundu ki, Samığa gəlmisiniz, Çox. biz sizdən ayrıla bilmərik. Əlbəttə ki. Ona görə və eyni zamanda bu məkanın rəhbəri hal-hazırda bizimlə bir yerdə əyləşib və doğrudan da Əfratun müəllim, mən sizin adınızı eşitmişdim, amma deyir İzinin adını eşit, özünü gör. Mən canlıdan gördüm. Mən qonaqlar adına sizə minnətdaram. Bu qapıları üzümüzə açdınız və Allah verəndən çox sağ olun. Bu gözəl bu xörəkləri, bu gözəl süfrəni məhz elə bizim üçün hazırladığınız üçün sizə minnətdarıq. Halal xoşunuz olsun. Səmimiyyətiniz hər zaman var olsun. Sağ olun, hər biriniz xoş gəlibsiz. Halal xoşunuz olsun. Necə ki biz varıq, sizin qulluğunuzdayıq. Elə mən bu anda istəyirəm ki, elə qonaqlar adından, elə siz Əfratun müəllim adından, Nizat bəy adından və Rövşən müəllim adından, ümumi elə Samux sakinləri adından bizim çox hörmətli, Samux üçün çalışan, gecə-gündüz əziyyət çəkən, sadə bir məmur, bizim icra başımız, Samuxların icra başçısı Firdovsi müəllimə minnətdarlığımı bildirirəm. Bir alqışlar gəlsin onun şərəfinə. Çünki Samuğa gələn bütün media işçiləri və digər qonaqlar hər zaman Samuqda yüksək səviyyədə qarşılanır, yola salınır. Və təbii ki, onun davamçıları var da, o cənab başçının ki, inandığı, güvəndiyi sizin məmurlar var ki, Samuğu necə lazımsa o qonaqları gəzdirirsiniz. Əsası balığın dadından daddırıb yola salsınız. Elə Mehriban? Bəli, elə. İndi balıq gəlsin Semih bəy. Çox sağ ol, sizin də xidmətiniz alınmazdır. Balıq gəlir süfrəyə, bir alqışlar gəlsin. Bəli. Qonaqların şərəfinə. Ay maşallah, 1-dir, 2-dir, 3-dür. Bəli, 3-dür. Atalar üçdən deyib. Həqiqətən də gözəllik burdadır, maşallah. Bəli. Əsas gözəlliyi səmimiyyətdir. Bəli, bəli. Və burada olan mehribançılıqdır. Mən mehriban olan yerdə mehribançılıq olur. Bura gəlmək lazımdır, ha. Doğrudan. Əfratun müəllimə təşəkkür edirik ki, bu gözəl süfrəni bizlər üçün təqdim edib, açıb, gözəl təamları bizlər üçün yaradıb. Mən tövsiyə edirəm ki, nəinki musiqiçilər, hər bir insan bura gəlsin, bu təamları da almaq. Samuqda fəaliyyət göstərən bizim bax ailəvi istirahət mərkəzinə. Bugün hardayıq? Samuqda? Bizim bağda. Bizim bağda. Bəli, indi bu gözəl balıqlar, xörəklər bizim üçündür. Hər kəsə nuş olsun.
başıma Axtardığım gəlib çıxıbdı qarşıma Bəxtəvər, bəxtəvər, bəxtəvər başıma Bəxtəvər, bəxtəvər, bəxtəvər başıma Bəxtəvər, bəxtəvər, bəxtəvər başıma Bəxtəvər, bəxtəvər, bəxtəvər başıma Adınız? Marif. Marif baba, desin nə və nəticə var? Bu arada saymamışam bir 5-10 nəfər var. Hə, bilmir. Mənə babam olarsan mı? Gözəl bir nurani Sənin baba. qadağın da var, nə olmur? Nə işlə məşğul olmusan vaxtilə? Vaxtilə elə bir iş yoxdur ki, onu o qalmış ola hələ hər şeylə. Amma o işlərlə fəxr eləmisən də. Əlbəttə fərq olmuşam. Hə, deyirəm axı, xidmətləri də alınmazdı. Hə. Bugün rahat deyirsən ki, mənim də bir vətəndaş olaraq dövlətə xidmətim az olmur. Olubdur, niyə? Mən alüminyum zavodunun palçıqlı yerlərində o qədər işlədim. Oy maşallah. Yəni o zəhmət olub da sizdə. Böyük zəhmət, bəli. Amma yorulmamısınız. Yox, yorulmaq zövq almısınız. Yox, yorulmaq yoxdur. Həmişə ancaq işləmək irəli. Baxır da nətər işləmək. Maşallah məndə də cavandır, enerjilidir. Sən səsən də yeyirsən, yağ bal. Valla nəm elə evdəkilər də bir şey yeyir. Elə. Özünə bir belə bax, gümrah qal. Hə. Bəli dostlar, bəli. Təhsil şöbəsinin müdiri olub, məktəb direktoru olub. Məhəmməd müəllim Gəncədə polkovnik, özü kadrlar şöbəsinin müdiri olub. Bu elə belə ziyalılar deyirlər, dəyərli ziyalılar. Yəni üzrsən, biri var adı üçün o vəzifəyə layiq olublar. Biri var xidməti üçün, vəzifə üçün. Bəli. Lap yaxşı. Yəni bu gün siz xidmətinizlə can qoyduğunuz xalqa, dövlətə etdiyiniz xidmətinizlə doğrudan yaraşmısınız, layiqsiniz. Ümumiyyətlə bu gün hər bir məmur etdiyi xidmətə ona vəzifə elə ki, qardaş, sən buna layiqsən. Siz doğrudan sizin xidmətləriniz danılmazdır, layiqli bir məmur olmusunuz, gözəl bir vətəndaş olmusunuz. Elə Azərbaycan olaraq elə bu ancaq sizə yaraşır. Ümumi Azərbaycan bir şərəfli bir alqışlar gəlsin. Bütün ailələrə, doğmalara, həmişə sülh, əmin-amanlıq, dövlətimiz hər zaman yaşasın, yalasın, xalqımız filavan yaşasın, bir olaq. Əlimizə nə gəlirsə xalqımız üçün əsirgənməyək. Amma bugün onu unutmayaq ki, Samux rayonunun yeni bir icra başçısı Firdos müəllim, düzdürmü cənabları? Onun da xidməti bu gün Samux üçün danılmazdır. Azərbaycan xalqı üçün danılmazdır. Çünki o da, yəni o belə deyək də Samuxu deyil, amma hamı deyir ki, o Samuxudur. Samuxu elə ürəkdən sevir, elə bir dəstək olur. Təbii ki, Azərbaycanlı. Yəni bugün Samuğa elə bir yeni bir nəfəs qatdı. Elə bir yeni yetdi ki, hələ deyir ki, bu hələ harasıdır, hələ bu yeni başlanışdır. İnşallah günbə-gün, ilbə-il Allah təala hər kəsə ömür versin. Yaşayaraq görərik, Samuğu da bir Bakı şəhəri kimi, Gəncə şəhəri kimi, gözəl bir şəhər kimi artıq görərik, seyr edərik. Samuğu sevək, Samuğa hər zaman dəstək olaq və güc birlikdədir. Var olun, minnətdaram hər birinizə. Çox sağ olun. Yayılıp sesin sola, her yerden gelir konağın. Gül çiçeğidir solun sağın, bezenip Samux şehrin. Gül oğlun gülü kızın, bayramıdır yurdumuzun. Parlayan ayın ulduzun, açılan Samux seherin. Vuran yüreğim, doğma diyarım, güzel vətənim, Samux şəhərim. Hə dostlar, Sərkarın ziyalarla görüşdük, amma dedilər ki, qardaş, Sərkara gələsəm, burada bir söğütlü kafesi var. İllərdir fəaliyyət göstərir. Nəinki Sərkar sakinləri, bütün Samux, Gəncə gəlir burada gözəl bir istirahət edilir. Sərkar suyun çayından məsələn təqdim olur qonaqlara, dadından doyma olmur. Burada tək çay deyil, burada ləziz təyyamların dadından adarsınız. Elə mən də artıq dostlarımla gələcəm hara söğütlü kafesinə. Gəlməyə dəyər, elə hər kəsə uğurlar arzu edirəm. Bu həftəlikdə bu qədər. Mən Emin Kulent, MTV Azərbaycan efirində nə var nə yox deyib, Samux proqramımı sizə təqdim etdim. Bizi izləməkdə qalın. Hər şənbə bazar MTV Azərbaycan efirində nə var nə yox diqqətlə qaçınmayın. Özünüzdən müayət olun. Allah'a emanet olun.